Hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəldiniz. Bugün kanalımızda milli şirniyyatlarımızdan olan paxlavanın asan və düzgün üsulla hazırlama qaydası olacaq. Əvvəlcə şirəni hazırlayıram. 3 stəkan şəkəri qazana əlavə edirəm. Üzərinə 1 stəkan yarım su əlavə edirəm. Üzərinə çay qaşığının ucunda limon duzu, qabığı soyulmuş 2 dilim limon, 3-4 ədəd hil, 1 yemək qaşığı da bal əlavə edirəm. Qazanı ocağın üzərinə yerləşdirirəm. Şirəni təxminən 3-4 dəqiqə qaynadıram. Üzərində qabarcıqlar əmələ gəldikdə, bu cür olduqda ocağı söndürürəm. İçərisindəki limonu götürüb başqa bir qaba əlavə edirəm. Şirəni qazandan başqa bir qaba töküb gözləyirəm ki, tam soyusun. Xəmiri hazırlamaq üçün yarım stəkan ilıq süd götürmüşəm. Üzərinə 1 çay qaşığı şəkər, yarım çay qaşığı da maya əlavə edirəm. Qarışdırdıqdan sonra 2-3 dəqiqə gözləmək lazımdır ki, maya aktivləşsin. Xəmiri hazırlamaq üçün qabın içərisinə 200 qram xama əlavə edirəm. 2 ədəd yumurta əlavə edirəm. Yumurta böyük olarsa 1 ədəd də əlavə etmək olar. Çırpıcı ilə qarışdırıram. Üzərinə 1 çimdik duz, 200 qram otaq temperaturunda yumşalmış kərə yağı əlavə edirəm. Kərə yağı margarinlə də əvəz etmək olar. Çırpıcı ilə azacıq qarışdırıram. Üzərinə əvvəlcədən hazırladığım acıtmanı əlavə edirəm. Sonda ələkdən keçirdiyim unu da az-az əlavə edib əlimlə xəmir yoğururam. Təxminən 800-850 qram un gedir. Ələ yapışmayan xəmir alınmalıdır. Hazır xəmir bu qaydada olur. Bir yerə yığdıqdan sonra qabın içərisinə yerləşdirib, üzərini salafanla çay dəsmalı ilə örtüb, ən azı yarım saat saxlayıram. Yarım saat sonra xəmirin üzərini açıb, dəzgahın üzərinə yerləşdirdikdən sonra havasını çıxardıram. 12-13 ədəd hissəyə bölürəm. 2 ədəd böyük kündənin biri üzəri, digəri isə paxlavanın alt hissəsi üçündür. Üzərin örtüb, təxminən 5-6 dəqiqə saxlayıram. Bir-bir götürüb yayıram. Əvvəlcə böyük kündəni yayıram. Üzərinə və dəzgaha un səpirəm. Üst və alt qatı çox nazik yaymıram. Yuxanı bu cür yaydıqdan sonra listə yerləşdirirəm. Listin içərisinə əvvəlcədən kərə yağı çəkmişəm. Yağı çəkdikdə sonradan paxlava yapışmır. Kənarların əlimlə ehtiyatla düzəldirəm. Kənardan çıxan hissələri isə kəsib götürəcəm. Kəsilmiş hissələrdən mutaki hazırlamaq olar. İlk qata əridilmiş kərə yağı çəkirəm.
Digər kiçik ölçülü kündələrin də üzərinə un səpib nazik şəkildə yayıram. Nə qədər nazik yayılsa, paxlava bir o qədər ləzzətli alınır. Qalın qatın üzərindən nazik yuxanı əlavə edirəm. İlk qata qoz səpmirəm. Kənarda olan artıq hissələri kəsib boş qalan yerlərə yerləşdirirəm. Yuxaları yerləşdirərkən əl ilə üzərindən bu cür basaraq hamarlamaq lazımdır ki, içərisində hava qalmasın. Hər qata az miqdarda yağ çəkirəm. Yuxanın üzərindən yağı çəkdikdən sonra qozlu içlik əlavə edirəm. Hər qata təxminən yarım stəkan içlik gedir. Qozlu içliyi hazırlamaq üçün 600 qram qoz, çəkilmiş qoz, 400 qram şəkər və 1 yemək qaşığı da üyüdülmüş hil götürülür. Digər yuxaları da bir-bir yerləşdirib kənarlarını hamarladıqdan sonra azacıq yağ çəkirəm. Üzərindən qoz əlavə edirəm. Sonuncu nazik yuxanı da yerləşdirib kənarların hər tərəfin eyni qaydada əlimlə düzəldirəm. Artıq qalan hissələri kəsib götürürəm. Üzərinə azacıq yağ çəkirəm. Qabda qalan yağı sonradan paxlavanın üzərinə əlavə edəcəm. Bu qata qoz əlavə etmirəm. Sonuncu qalın qatı da yerləşdirdikdən sonra hər tərəfin hamarlayıb kənar hissələrini kəsib götürürəm. Qeyd edim ki, nə əvvəlki, nə də sonuncu qata qoz əlavə etmədim. Əlimlə üzərindən azacıq basıram ki, içərisindəki havası çıxsın. Soyucuya yerləşdirib təxminən soyucuda yarım saat 40 dəqiqə saxlayıram. Soyucuda qaldıqda sonradan kəsmək daha asan olur. Xəttkeş yardımı ilə bu qaydada asanlıqla kəsirəm. Xəmiri kəsərkən böyük və yaxud da kiçik ölçüdə kəsmək olar. O baxır sizin zövqünüzə. İki ədəd yumurta sarısına 3 yemək qaşığı duru yağ əlavə edib qarışdırdıqdan sonra paxlavanın üzərinə çəkirəm. Əgər yumurtanın rəngi açıq olarsa, içərisinə bir çimdik sarı rəng və yaxud da narıncı rəng qata bilərsiniz. Paxlavanın üzərinə yumurtanı əllə də asanlıqla çəkmək olur. Üzərindən qoz düzürəm. Qozu düzərkən azacıq basmaq lazımdır ki, sonradan qopmasın.
Sobaya yerləşdirib 170-180 dərəcəlik temperaturda təxminən 10 dəqiqə bişirirəm. 10 dəqiqə sonra üzəri bu cür ələ yapışmadıqda sobadan götürürəm. Yerdə qalan yağı əlavə edirəm. Hər tərəfinə eyni qaydada əlavə edirəm ki, içərisində yağ bol olsun. Bıçaqla bir dəfədə kəsirəm. Kəsərkən ehtiyatla kəsmək lazımdır. Sobaya yerləşdirib üzəri qızaranacan bişirirəm. Artıq gördüyünüz kimi paxlava hazırdır. İsti paxlavanın üzərinə şərbət əlavə edirəm. Paxlava isti, şərbət mütləq soyuq olmalıdır. Şərbəti əlavə etdikdən sonra bıçaqla yenidən kəsirəm ki, şirə hər tərəfinə, içərisinə yayılsın. Şirəni canına çəkdikdən 10-15 dəqiqə sonra doğrayıb başqa bir qaba düzmək lazımdır ki, sonradan listə yapışmasın. Paxlavanın daha parıltılı olması üçün 2-3 yemək qaşığı şirəyə 1 yemək qaşığı glikoza qarışdırıb üzərinə çəksəniz, üzəri daha parıltılı olar. Gördüyünüz kimi paxlavalar çox gözəl alınıb. Görünüşü də, dadı da mükəmməldir. Hər kəsə bu üsulu mütləq sınamağı, bu paxlavaların dadına baxmağı tövsiyə edirəm. Videolarımızı izləyərkən bəyənməyi, kanalımıza abunə değilsinizsə abunə olmağı unutmayın. Hazırlayacaq olanlara nuş olsun.